İşğaldan azad edilən ərazilərə böyük qayıdış prosesi davam edir. Növbəti mərhələdə Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb. Ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Zəngilan şəhərinə 5 ailə olmaqla 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə olmaqla 453 nəfər köçürülüb. Beləliklə, ümumilikdə 112 ailə, daha dəqiq desək, 479 sakin doğma yurduna qayıdıb. Ata ocaqlarına qayıdan vətəndaşlar torpaqların azad olunması uğrunda döyüşən Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. 93-cü ildə çıxmışam, 3 nəfərlə çıxmışdım. Şükür Allah'a, bugün qayıdırıq, 4 nəfərlə qayıdırıq. Nə deyim, sevinçliyəm, çox sevinçliyəm. Nə lazım olsa, gündən belə də Cəbrayılda yaşayırıq. Cəbrayılımızı qurub yaratmaq üçün gedirik. Qarabağı qurub yaratmaq üçün gedirik. Əslində belə həyəcanlıyam, amma gözəl hissdir. Belə nə deyə bilərəm, oranı biraz təsəvvür eləmək müharibədən sonra biraz çox çətindir. Çünki biz orada böyümüşük də, hər tərəfə qaçan, yürən olmuş. İndi biraz biz ora sütə gedəndə sıxırdılar. İndi yenə qayıdırıq, ev verdilər ora. İndi bilmirik də, yəqin ki, indi inşallah minalardan azad olunub.